Yeni rəhbərlikdən nələr gözləyirsiniz? Bu dünya insan gəlib yaşamaq üçün. Demək olar ki, Naxçıvanda heç bir qohumum qalmayıb. Bunun bir nəzarət eləsinlər. Maşallah qəşəng işləri var, gözəl işlər eləyir. Yarısı Bakıya qaça, yarısı Türkiyə, yarısı nə bilim Rusiya. 300 manatla, 400 manatla çox çətindir yaşamaq. Naxçıvanda bəs nələr düzəlməlidir ki, insanlar qayıtsın? En yaxşı seçim buradan getməkdir. Sorunları çatdırabilecek adam göremiyorum yani. Son günlərdə Naxçıvanda mühüm dəyişikliklər baş verdi. Belə ki, yeni səlahiyyətli nümayəndə təyin olundu və eyni zamanda bir sıra sahələrdə mühüm dəyişikliklər baş verdi. Və bu məqsədlə biz Naxçıvanda şəhər sorğusuna çıxmışıq. Öyrənək ki, görək sakinlərin yeni rəhbərlikdən gözləntiləri nələrdir? Siz yeni rəhbərlikdən nələr gözləyirsiniz? Nə gözləyəcəm, valla kasma kömək olsun, qəşəng işlər. Yeni gələn yəqin problemlər hal eləyər də. İş məsələsi yoxdur da hala ki. Oğlum neçə il evdə bu işə oturubdu. Başarlığı qutarıbdı. Yol alsa iş olar da qardaş, indi nə iş olsun burada? Gediş yarış da olacaq. Mən böyrəm də xəstədir. Özümdə daş var. Amma indi mən o nətə malı deyim. Aldığım pulun yarısı ki, dava, dərman, həkimə qorxudan gedəmirəm. Sığorta ilə baxmadılar. Ona da adam aldı. Başa bundan belə bu gələnlər düzəldə. Prezident yeni nümayəndə təyin elədi Naxçıvana. Sizin yeni rəhbərlikdən gözləntiləriniz nələrdir? Burada Naxçıvanda fabrikalar tikiləcək, cəmaət işləyəcək, işsiz adamlar olmayacaq, yaşayışımız da yaxşıdır, qəsətə pensiyamızı alırıq, 550 manat pensiyam. Şükür Allah'ın böyrünə. Dolanışımız Allah'dır, sözümüz yoxdur. Əsas işdir, iş yoxdur, cavanlarımız qalıb bekar. Qabaqsa bu Naxçıvanda çox şey vardı. İndi onlardan heç biri yox. Nə tikinti üzrə, nə radyo zavod, pivə zavod, saxır zavod, nə bilim, tütün zavod, hər şey vardı da. Amma indi o yoxdur. Köçür çıxır gedir. Niyə? Yaşayış yaxşı olmasa gedəcək. Görmürsən, Sovetəbad əkin yeridir. Orada heç bir əkin yeri qalır. Yaşayış yoxdur. Kətlərdən axıb gəlirlər şəhərin yanına ki, bəlkə bir iş tapdım işte. Əsas istehsalatdır. Mən buradan aldım, orada baha satdım. Bundan nə yaşayış? Bu dünya insan gəlib yaşamaq üçün. 5 günlük ömrüm var. Mələ həmişə inşallah sabah yaxşı olar. İnşallah bütün olmur axı. Maşallah qəşəng işləri var, gözəl işlər eləyir. Gedirdik, orada qəbul eləmirdilər. İndi şükür Allaha qəbul eləyirlər. Məşğulluğa dünən getmişdim, mənə böyün işləyiblər, gəlmişəm burada işləyirəm. Oğluma işləmişik, deyib iş var, verəcək siqaret çerxinə. Yəni bu qısa müddətdə siz müraciət... 2 günün içində biz necə elədik, həmən dünən mən gedib demişəm, böyün gəlmişəm, burada Zümrüddə işləyirəm. Bugün sizin ilk iş gününüz idi. Təbrik edirik sizi. Sağ olun. Cavanlar üçün elə iş olsun, iş yeri açsınlar, Allah kömək olsun ki, şükür belə iş yerləri də var ki, veriblər, işləyirik. Naxçıvana nə əsketi, nə çatışmır? Naxçıvanda əsas çatışmayan iş yerlərdir. O cavan uşaqlar da, şeylər də çoxu tərk eləməsin şəhəri. Yarısı Bakıya qaça, yarısı Türkiyə, yarısı nə bilim Rusiya. Niyə başqa yerlər yesin? Öz yerində əksin, töksün. Kəndlər əkib tökər, bu şəhərdəkilər də bir fabrik, zavod falan açılar. O lap gözəl olar da, həyat qaynayar. İş yeri çox olduqca insanların da həvəsi çoxalır. Deyirsən ki, bugün burada sənə sərf eləmir işləmək ki, başqa yerdə işləyirsən. Kəndçilərin əgər suyu olsa, torpağı olandan sonra torpağı var, qupquru baxır üzünə. Suyu yoxdursa o nə edə bilər? Mən çoxlarına deyirəm, kəndin yaşayışını qoyub nəyə qaçıb gəlsin bura? Nə var burada? Şəhərdə biz özümüzə iş tapamırıq, siz nəyə gəlsin? Deyib, nə eləməliyik? Yaxşı, gəl gedək, sən qal görmür, orada nə iş görə bilərsən? Heyvan saxlaya bilərsənsə, ot yox. Əhmək istəyirsən, su yox. Naxçıvanda bəs nələr düzəlməlidir ki, insanlar qayıtsın? Ən əsası odur ki, iş yeri. Əsasən Naxçıvan əhalisini Naxçıvandan uzaqlaşdıran iş yeridir. Naxçıvanda bu dəqiqə çörəyin qiyməti Azərbaycanda ən bahalı yerdir. Bunun bir nəzarət eləsinlər, keyfiyyətini düzəltsinlər. Naxçıvanda olan kənd sərvazı xam malı əsasında sənaye malları istehsal etmək olar. Kənd sərvazının inkişaf edirsən, tütüncülüyü, siqaret istehsalı başlayır, o biri sahələr başlayır, üzümçülüyü inkişaf elətdirirsən, şərabçılıq başlayır. Cəmaət işsizlikdən çox əziyyət çəkir, birinci növbədə mənim qohumlarım. Demək olar ki, Naxçıvanda heç bir qohumum qalmayıb. Xalam, bibim, əvim, dayım hamısı bir yarısı Türkiyədə, yarısı Bakıdadır. İlk öncə iş yerlərinin açılmasını çox istəyirəm və buna da hər kəs məncə ilk öncə sevinər. Sonra əsasən istehsal yerləridir. Kənd
məhsulları olaraq şəhərdə daha çox torpaqlar məhsuldar olduğuna görə şəhər daha çox məhsulu çox istehsal edir. Əsasən onların dəyərləndirilməsi, istehsal yerlərinin açılması, gənclər üçün əyləncə məkanlarının açılması. Məncə kafelər artıq çox açılıb. Sonra kitab şəbəkələri əsasən. Mən kitabxanada işləyirəm. Kitaba dəyər verən yoxdur artıq. Biz bu yaxınlarda Şahbuzun Kükü kəndinə getdik. Ümumiyyətlə dünyada kənddən şəhərə, şəhərlərdən də böyük megapolislərə köç məsələsi gündəmdədir. Azərbaycanda da təəssüf olsun ki, buna biz şahid oluruq. Və sakinlər bildirdilər ki, əvvəllər indiki ilə müqayisə edəndə əhali sayı daha çox idi və biz bunu sorğularda, ümumiyyətlə yazılan fikirlərdə, rəylərdə tez-tez görürük ki, kəndlərdə müəyyən qədər əhalinin azalması var. Bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulub ki, insanlar qayıtsınlar, kənd təsərrüfatı ilə məşğul olsunlar? Dövlət proqramı çərçivəsində əhalinin xaricdən gələn damazlıq heyvanlara böyük ehtiyac var. Və buradakı əsas yerli sahibkarlığa şərait yaradılıb və bunun da inkişafını biz gözləyirik. Bu gün əhalinin xüsusi iş yerlərinin açılmağına böyük ehtiyac var. Cənab Prezidentin Muxtar Respublikaya yeni təyin elədiyi nümayəndəni biz alqışlayırıq, ona böyük ümidlərimiz var. Mən də bir kənd təsərrüfatı sahəsində çalışan bir nümayəndə kimi Muxtar Respublikanın suvarma sistemlərində riskdə qalan torpaqların əkin dövriyyətinə qatılması və bununla bağlı əhalinin 70% kənd təsərrüfatında çalışır. Bizim ümidlərimiz böyükdür. Təzə yerlər açılsın, iş daha çox olsun, maaşlar yüksəlsin, o ən yaxşısıdır. Yəni təzə bir obyektlər, amma yaxşı obyektlər açılsın. Yəni hər gün bir obyekt açılır və çox da yaxşı olmur. 300 manatla, 400 manatla çox çətindir yaşamaq. Sizin sahəniz nədir, ixtisasınız? Barista, barman. Burada o cür bir məkan var, axtardığınız tipdə ki, siz işləyəsiz, qalasız, sərf eləsin. Belə bir barista, barman yeri heç yoxdur. Demək olar ki, şəhərdə tək kafevanyadır, vəssalam. Üzr istəyirəm, pivə süzmək o barman demək deyil. Çox adam belə işləyir. Siz baristalıq harda öyrənmisiniz? Ukraynada. Dünyanın ən yaxşı baristalar, barmenləri Ukrayna yaradır. Özüm də oranın kursunu keçmişəm. Mən oradaydım daha çox. 4 il orada yaşamışam. Və demək olar ki, təzə qayıtmışam bura. Bura dəyişməyəcək. Uzun bir müddət yəni dəyişməyəcək insanlarına görə. Ona görə də ən yaxşı seçim buradan getməkdir. Bəzi kadrlar var ki, yaşları 60, 80, 70 bu aralıqlarda hələ də işləyirlər. Biz də yeni nəsil olaraq qalmışıq belə nə bilim satıcı, ixtisasımıza uyğun olmayan işlərdə işləyirik. Bunu dəyişilməyini istəyirəm təbii ki. Mən gedəndə hər dəfə işçilmə deyirlər ki, vakansiyamız yoxdur. Az balla universitetə girənlər hələ daha yaxşı yerlərdədir. Adamın yoxdur, pulun yoxdur, işə girə bilmirsən. Böyle şeyler var da yani. Çok yüksek beklentilerim var ve kendisini gördüm ve CV'si de birazcık parlaktı. Çok ümidim var ondan. Spor yapmak istediğinizde mesela kadın olarak çok az kısıtlı imkanlar görüyorum. Mesela bir sürü spor salonu açılması lazım. Hatta devletin özellikle spor salonu açması gerektiğini düşünüyorum. Real olarak da kitap okumak için böyle bir etkinlik olması gerektiğini düşünüyorum. Ama insanlar lütfen elini taşın altına koysun. Mesela çoğu insan diyorum ki şöyle sorunlar var diyor. Mesela bazı arkadaşlarım diyor ki sabahleyin diyor otobüse binemiyoruz diyor. Ya vakti yetişmiyor diyor ya da çok kalabalık oluyor diyorlar. Taksiye binmek zorunda kalıyoruz diyorlar. Mesela diyorum ki bunu iletin birilerine, diyor ki kimse umursamayacak diyorlar. Buna mesela çok üzülüyorum. Boş ver diyorlar, kimse ilgilenmeyecek diyorlar. İşte sorunlara çattırabilecek adam göremiyorum. Yani böyle birileri gerçekten sorunlara önem verip çözmesi lazım. Çünkü hiç kimse böyle dinlemiyor ya da çözmeye çalışmıyor, umursamıyor. Herkes öz keyfini düşünüyor yani affedersiniz. Böyle sorunlar çözülmüyor ama herkes görevini tam layıkıyla yerine getirmeli. Yoksa gerçekten hepimiz mutsuz olacağız. Böyle sokaktaki kediyi tedavi edecek kuruluş yok burada mesela alıp götürebileceğimiz. Ücretli bir tane yeni açıldı ama onu da biz kendimiz ücretini karşılıyoruz. Kesinlikle sokak hayvanlara dair bir yenilik yapılması gerekiyor. Eğlence mekanı göremiyorum. Yani eğlence mekanı deyince böyle çok ahlaksız karşılanıyor ama yani en basit mesela sürekli bir konser olsa mesela her haftanın 7 günü bir konser olsa mesela canlı müzik. Alkolsüz eğlence mekanları da olabilir mesela böyle rahatça dans edebileceğimiz mesela. Mesela biz kız kıza da gitmek istiyoruz. Bu sefer bizi de rahat bırakmıyorlar. Yani böyle eğlenceyi çok normalleştirmek lazım. Yani mesela böyle dans etmeyi işte böyle uygun ortamlarda ya da mesela hani hoş karşılanmayacaksa mesela kızlar ayrı, aileler ayrı, erkekler ayrı geceler yapılabilir. Bir de Nahçıvan'ın en çok geliştirecek olan şey ne olacak biliyor musunuz? Dışarıya ulaşımın kolay olması, böyle farklı kültürlerle kaynaşması. Tren yolu açılacak var ya o çok büyük bir etkisi olacak. Çünkü insan farklılığı şahit olunca gelişim gösterir. Kesinlikle Nahçıvan'ın reklamı yapılması gerekiyor. Reklam yapılsa hem turizm çok gelişecek hem de mesela ev fiyatları da yükselecek. İşte dışarıya çok açılması gerekiyor. Mesela aynı tarz giyinmek, aynı insanlara takılmak, aynı saç kesimi falan bunlar aslında iyi şeyler değil yani böyle
farklılık gerekiyor her şeyde, her alanda. Burada nə əsk etdi? Yəni şəhərin ruhunda, canında, o aurasında nələr çatışmır? Burada şöyle bir şey fark ettim. Mesela canı sıkılınca insanlar sadece yemek yemeye gitmek aklına geliyor. İşte geçen şey gördüm. Mesela Bakü'de varmış. El işi kursları var mesela. Küçük çocuklar da böyle örgü örüyorlar. Mesela o tarz kurslar olabilir. Yetişkinler için de olabilir. Paten kursu olabilir. İşte bowling olabilir. İşte karaoke olabilir. İşte canlı müzik olabilir. Böyle ahlaklı eğlence merkezleri olabilir. Böyle ailecek gidilebilecek. Dans kulüpleri olabilir. İşte balıkçılık kursları olabilir. Farklı kültürlerle etkileşince olacak. Böyle o Zengezur yolu açılınca olacak. Birazcık yabancı insanlar falan gelince olacak. Cumhurda növbəti dəfə şəhər sorğusu keçirdik və şəhər sakinlərinin fikirlərini olduğu kimi sizə çatdırmağa çalışdıq. Bu sorğunu izlədiyiniz zaman bəlkə də ağlınızdan bu sual keçdi. Nəyə görə daha çox orta yaşlı və yaşlı nəsil nümayəndələri danışdı? Səbəb budur ki, gənclər fikirlərini bildirməyə çəkindilər. Bu kimi şəhər sorğularının davamlı olması üçün kanalımıza abunə olub, bəyənib, rəy yazmağı unutmayın. Rəy bölməsində bildirin. Bəs siz Naxçıvandakı yeni rəhbərlikdən nələr gözləyirsiniz?